Python dilində yazılmış aşağıdakı kod nəticəsində ROM ifadəsi neçə və çap olunur? Deməli, bizdə 2 dənə siyahımız var. A və B siyahımız. A siyahısının uzunluğuna əsasən yaradılmış bir for dövrümüz var və for dövrünün daxilində if-else operatorundan istifadə edilmiş bir şərtimiz var. İndi əvvəlcə baxaq, for dövründə i hansı qiymətlər ala bilər? Sıfırdan başlayaraq L'nin uzunluğuna, yəni A-nın uzunluğuna qədər, yəni ki 6-ya qədər bizdə qiymətlər ala bilər. 6 təbii ki daxil deyil. Daha sonra da nə edir? Şərtin if operatoru əgər ödənərsə RAM işləyir. Yox, if ödənməzsə, else gələrsə ROM nə edir? Çap olunur. Deməli, gələk baxaq. i-nin 0 qiymətində B0, yəni ki B-nin 0-cı indeksi 11 8-dən böyükdürsə və A-mız 8-dən fərqlidirsə nə olur? If operatorumuz işləyir. Baxırıq, 11 8-dən böyükdür, amma A 8-dən fərqli deyil. Bu zaman nə edirik? Else operatoruna gelirik və else operatorunda ROM-u çap edirik. Daha sonra i-nin 1 qiymətində baxaq, B-nin 1-ci indeksinə baxaq. Nədir bizdə? 6. A-nın 1-ci indeksi nədir? 9. 6 9-dan böyükdürmü? Böyük deyil. Bu zaman heç A-nın 8-ə bərabər olub olmamasına da baxmırıq. Nəyə görə? Çünki AND operatoru hər iki tərəfin doğruluğunu bizdən tələb edir. Birinci tərəf yanlışdırsa, deməli artıq if operatoru işləmir və else operatoruna düşürük və else operatoruna nə edirik? ROM-u biz çap edirik. i-nin ikinci qiymətində, yəni 2 qiymətinə daha doğrusu, baxaq, B-nin ikinci indeksi 7, A-nın ikinci indeksi 10-dan böyükdürmü? Xeyr, böyük deyil. Bu səbəbdən yenə nə edirik? If-i işlətmirik, yəni if operatorunu işlətmirik, else operatoruna keçid edirik və ROM-u bir daha çap edirik. Daha sonra i-nin 3 qiymətində yenə baxaq, B-nin 3-cü indeksi, yəni ki 8, A-nın 3-cü indeksi, yəni ki 1-dən böyükdürmü? Bəli, böyükdür. Bu səfər nə edirik artıq? AND-in digər hissəsinə baxırıq. A-nın 3-cü indeksi, yəni ki 1, 8-ə bərabərdirmi? Yəni 8-dən fərqlidirmi? Bəli, fərqlidir. Bu zaman nə olur? If operatoru işə düşür. Çünki AND-in hər iki tərəfi bizə doğru verir, yəni true verir. Bu səbəbdən if operatorunun tabına düşürük və RAM-ı çap edirik və else artıq baxmırıq. Daha sonra i-nin 4 qiymətinə baxaq. i-nin 4 qiymətində B-nin 4-cü indeksi, yəni ki 9, A-nın 4-cü indeksi, yəni ki 8-dən böyükdürmü? Bəli, böyükdür. Lakin AND hissəsinə keçdikdə, yəni ikinci hissəyə keçdikdə orada bizə şərtimiz var idi. A-mız 0-dan, daha doğrusu 8-dən fərqli olmalıydı. Burada amma A-mız nədir? 8-ə bərabərdir. Bu səbəbdən AND-in ikinci hissəsi bizə yanlış olduğundan if operatorunu işə salmırıq və else operatoruna keçid edirik və else operatorunda ROM-u bir daha çap edirik. Daha sonra i-nin 5-ci qiymətinə baxırıq. i-nin 5-ci qiymətində şərti işə salaq. B-nin 5-ci indeksi 12, A-nın 5-ci indeksi 14-dən böyükdürmü? Böyükdürmü? Təbii ki deyil. Ona görə nə edirik? AND-in ikinci hissəsinə baxmırıq. Çünki zaten birinci hissə bizə yanlış verib. O səbəbdən else hissəsinə düşürük və else-də biz yəni nə edirik? ROM-u bir daha çap edirik. Və ümumilikdə ROM-u biz neçə dəfə çap etmiş olduq? 5 dəfə. Sual da zaten bizdən onu tələb etdiyi üçün nə edirəm? Cavab olaraq 5-i seçirəm.